Bakıda Turan Balabilgə Akademiyası təsis olunub. Akademiyanın təsisi ilə bağlı keçirilən tədbirdə Türk ölkələri daxil olmaqla 9 ölkədən elm adamları, ziyalılar və deputatlar iştirak ediblər. Tədbirdə Turan Balabilgə Akademiyasının yaradılması ortaq türk mədəniyyəti, tarixi, dili, elmi ənənələrinin araşdırılması və təbliği baxımından önəmli olduğu bildirilib. Akademiya 7 bölmə olaraq fəaliyyət göstərəcək və hər bölməyə də akademiyanın balabilgələri arasından seçilənlər rəhbərlik edəcəklər. Akademiyanın yaradılması məqsədindən danışan Turan Balabilgə Akademiyasının prezidenti Şəmil Sadıq bildirib ki, Akademiya Türk dünyası məktəblərinin tədqiqat bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Azərbaycan Türk dövlətləri içərisində həmişə Turan Birliyinin, Türk Dövlətləri Birliyinin inkişafına xüsusi önəm vermişdi və gələn il ölkəmizdə Türkoloji Qurultayının 100 illiyi ərəfəsində məhz belə bir deyək ki, layihənin həyata keçirilməsi, məhz Turan Balabilgə Akademiyasının qurulması biz təhsil adamları üçün çox önəmlidir. Bugün ölkə rəhbərimizin, cənab prezidentin başlatdığı siyasətə bizim ailəmiz Türk dünyası ailəsidir ideologiyasına, fikrinə xüsusi bir belə deyək, töhfə vermiş olacaq. Məktəbdən uşaqlarımızın gələcək Türk dünyasının elmini, tarixini, mədəniyyətini araşdırmaq düşüncəsi, fikri, mədəniyyəti formalaşacaq və onların dostluğunun formalaşması sözsüz ki, bizim gələcəkdəki birliyimizə şərait yaratmış olacaq. Akademiyanın prezidentinin sözlərinə görə təhsil müəssisəsindən ildə hər ölkədən 60 şagird, yəni balabilgə məzun ola biləcək. Türkoloq alim Firidun Cəllov bu akademiyanın təsisi ilə illər öncə başlayan Turan hərəkatının davam etdiyini vurğulayıb. Bizim 30-40 il öncə başladığımız Turan hərəkatının indi artıq Azərbaycanda belə liseylərdə körpə balalarımızla başlayaraq bunu davam etdirmələri əlbəttə məni çox sevindirir. 33 ildir Azərbaycanda ortaq türk əlifbası keçirilir. Çox təəssüf ki, o birisi Türk Cümhuriyyətləri hələ indi başlayıblar. Və təbii ki, bu Turan Birliyi, Turana gedən yol artıq günü-gündən güclənir və mən əminəm ki, bu cür qurumlarda yetişən gənclərimiz bizim o arzularımızı daha önəmli şəkildə davam etdirəcəklər və bizim arzularımız yerinə yetəcək. Yığıncaqda çıxış edən Qazaxıstanın Turan Universitetinin rektoru Rəhman Alışanov Türk ölkələrinin birliyindən söz açıb. Daha sonra deputat Cavanşir Feyziyev, şair Rüstəm Behrudi və digər qonaqlar çıxış ediblər. Türk dünyasının müxtəlif ölkələrindən təhsil müəssisələrini təmsil edən adamlar, o cümlədən Turan Universitetinin rektoru, Qazaxıstandan, Türkiyədən bir sıra məktəblərin və universitetlərin təmsilçiləri burada iştirak edir və əlbəttə bu təşəbbüslərin də mərkəzində hədəf liseylər qrupu dayanır. Qonaqlar akademiyanın Türk ölkələri arasında müttəfiqlik əlaqələrini möhkəmləndirəcəyinə töhfə verəcəklərini qeyd ediblər. Çıxışlardan sonra Turan Balabilgə Akademiyasının nizamnaməsi və loqotipi təsdiq edilib. Sonra fəxri və qurucu üzvlərə diplomlar verilib. Turan Balabilgə Akademiyasının ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub. Günah Şahmar, Sadiq Məmmədov, Bizim Media.